Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən bu gün sizlə 7-ci sinifin 8-ci mövzusu olan oduncağın zivana ilə birləşdirilməsi mövzusu haqqında danışacağam. Baxın, ətrafımıza diqqət yetirsək, əlbəttə ki, çoxlu sayda əşyalar görə bilərik. Hansı ki, bütün bu əşyalar bir-birinə müxtəlif vasitələrlə birləşə bilir. Bu vasitələrə mismar, vint, yapışqan, zivanalar daxildir. Deməli, bir neçə detaldan ibarət olan xarrat məmulatları sökülən və sökülməyən birləşmələr olmaqla iki qrupa bölünür. Yəni, bütün detallar iki qrupa bölünür. Sökülən və sökülməyən. Sökülməyənlərə mismarlar, yapışqanlar, vintlərlə olanlardır. Sökülənlər vintlərlə olanlardır. Deməli, sökülməyənlərə mismar, yapışqan, zivana daxildir. Sökülənlər sadəcə vintlərlə olanlardır. Hansı ki, bot, mil, qayka, şayba bunlar daxildir. Oduncaqdan olan detalların zivana ilə birləşdirilməsi mümkündür. Hansı ki, bu zivana birləşməsi daha möhkəmdir, daha etibarlıdır. Və zivana birləşməsində detalların nisbətən böyük sahədə təmasda olması təmin olunmalıdır. Zivana birləşməsi əsasən 3 elementdən ibarətdir. Zivana, yuva və yarıq. Zivana, yuva və yarığın profilinə uyğun olan çıxıntıdır. Yəni, zivana bir çıxıntıdır. Yuva, pəstaxta zivananın taxıldığı deşikdir. Yuva isə zivananın ölçülərinə və profilinə uyğun olmalıdır. Yarıq, pəstaxın təpəsində zivananın taxıldığı yuvadır. Deməli, zivana çıxıntıdır, yuva deşikdir, yarıq yuvadır. Şəkil 1-də hər biri göstərilmişdir. Şəkil deməli 2-də isə zivana və yarığın əsas elementləri öz əksini tapır. Zivananın təpəsi, çiyin, yan tərəf, yarıq olan hissə isə yarığın dibi və yanaqlardan ibarətdir. Detalların qalınlığından asılı olaraq açıq bir qat, açıq 2 qat və açıq 3 qat, həmçinin düz bağlı birləşmələrindən istifadə edilir. Açıq 3 qat birləşməsinə həmçinin künc yeşik birləşməsi deyilə bilir. Belə ki, ən nümunəvi birləşmə isə açıq bir qat deməli birləşməsidir. Tamasaların qalınlığından asılı olaraq deməli onların qalınlığı 40 mm olduqda bir qat, 40 millidən 80 milliyə qədər olduqda 2 qat, 80-dən çox olduqda isə 3 qat zivanalardan istifadə edilməlidir. Hansı ki, bunlar şəkil 3-də öz əksini tapmışdır. Daha sonra deməli zivana birləşmələrinin möhkəm olması üçün elementlərin ölçülərinin nisbətini qorumaq lazımdır. Bir qat zivananın qalınlığı A hərfi ilə işarə edilir. Detalın qalınlığı S0, hansı ki bu 0,4 hissəsinə bərabər olmalıdır. Yuvanın və yarığın yanağının, bu isə S2 ilə işarə edilir, qalınlığı zivananın simmetrik yerləşməsi şərti ilə hesablanmalıdır. Yəni S2 bərabərdir 0,5 vurulsun, S0 çıxılsın A-ya verilən ədədləri mütləq şəkildə orada bilin ki, hansı hərf, hansı deməli mənanı ifadə edir. Asan şəkildə düsturu yazıb, verilənləri yerinə qoyub, deməli nəticəni tapmaq olar. Daha sonra tamasa nədir? Tamasa müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik ensiz taxtadır. Spesifikasiyada nə göstərilir? Spesifikasiyada məmulatın adı, detalın adı, material, miqyas və onların sayı göstərilir. Məsələn, yeşiyin yığma çertyoju şəkil 5-də verilmişdir. Burada adı nədir? Burada adı göstərilir, sayı, miqyası, hazırlanma materialı, həmçinin nömrəsi öz əksini tapır. Hansı ki, bu cədvəl adlanır spesifikasiya. Təhlükəsiz iş qaydalarımız var. Mütləq şəkildə nəzər salın. Asan və sadə mövzularımızdan biridir. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə.